Nigar xanım belə bir sual yönləndirib. Rəqəmsal agentlikdə dizayner kimi işləyirəm. Müştərilər hər an fikirlərini dəyişir, dəfələrlə düzəliş istəyir. Agentlik isə bizi qorumaq əvəzinə müştəriyə hə deyir. Sizcə kreativ əməkdaşlar bu proseslərdə nə etməlidir? Mən freelancer kimi çalışmağa üstünlük vermirəm. Artıq şirkət dəyişməkdən də demək olar ki, bezmişəm. Sizcə nə etməliyəm? O fikrini dəyişən müştərilərdən də biri mənəm. Bəzən heç özüm də bilmirəm nə istəyirəm. Müştərilərin də çoxunda bu var, bu faktdır. İndi biz duraq neyniyək? Bir belə millətin düşüncə psixologiyasını dəyişə bilmərik ki, işin gedişatı budur da. Yəni müştərinin konsepti budur. Yəni mən özümdən də bunu çox görmüşəm ki, baxıram ki, bu gün belə bir fikirdəyəm, sabah başqa cür və bu dizayn sahəsində çox çətindir. Məsəl üçün rəng anlayışı, zövqdür bu. Mənə görə qəşəng şəkil o birisinə görə mənasız çox şit şəkildir. Mənə görə şit görünən o birisinə görə çox ciddidir. Yəni bu biraz müzakirədir. Çünki burada zövq və s. var. Normal daha belə deyək də, daha çox gələcəyə yönümlü, vizyonlu rəhbərlər bunu peşəkarlara buraxırlar və deyirlər ki, siz bilirsiniz, siz bunu edin. Uğurlu olar, davam elər, uğursuz olar, eləməz, amma müdaxilə etmir də, çox müdaxilə etməməkdə fayda var. İndi həmin xanıma, adı üzr istəyirəm, yadımdan çıxdı, həmin xanıma tövsiyəmiz odur ki, birinci qəbullanmaq lazımdır. Bizim kontingent, müştəri, düşüncə budur. Elə bir təkcə bizdədir. Bizim Türkiyədə partnyorlarımız var. Onlar da həmin zülmü yaşayırlar, həm problem yaşayırlar. İndi burada bir dəyişiklik olur. Bu dəyişiklik olanda da bizim bu prosesə bir protokolumuz olmalıdır öncədən. Müştəriyə bildiririk ki, əziz müştəri, biz sizə iki formada verəcəyik. Yəni, bunlar ödəniş sizə daxildir və yaxud da birini veririk, editləmələrinizi verirsiniz, ikincini düzəldirik. Amma üçüncüdə biz tutaq ki, filan qədər məbləğ sizdən ödəniş alacağıq.